İndi görün bizim halımıza baxın qardaşlar bugün. Biri bizim yanımızda bir dənə nəsə eləyən kimi bizim haqqımızda çarəmiz yoxdur deyək ki, onu qiyamətə kimi sənə danışdırmayacam. Bugün içimizdə küslü qardaşlar var ki, rahat-rahat yaşayırlar. Bu nə deməkdir ayə? Yəni Allah səni bağışlamayacaq buna görə. Və bilirsiniz gəlib Allah hər həftənin içində insanlar var ki, hamısını bağışlayır. Yalnız bir-birlərinə küslü olanlardan başqa. Niyə küsməliyik bir-birimizdən? Niyə bir-birimizi danışdırmamalıyıq? Yəni Abu Bakrın o əməlindən daha pismi əməl elədilər bizə qarşı ki, radiyallahu qarşı edilən o pislikdən ki, Allah Rəsulunun zövcəsinə böhtan atılmışdı. Lakin Allah nədir? Bağışla onları. Ona görə mömin qəlbi bağışlayan olmalıdır, rəhmli olmalıdır. Necə ki, hədisdə gəlir ki, rəhm etməyənə rəhm olunmayacaq. Rəhm etməlisən, insanları bağışlamalısan, əff etməlisən, keçməlisən günahlarından. Sən bu yolda dəvətçisən. Sən xeyir istəyirsən insanlar üçün. Kim olur olsun. Bağışlamağı bacarmalısan. Peyğəmbər sallallahu əleyhi və səlləm kimləri bağışlamadı? Uhudda onunla döyüşənləri, onun sahabələrini öldürənləri, əmisini öldürəni. Yəni bundan mı betərlərini eləyirlər bizə ki, bu günləri biz adi şeylərə görə bir-birimizin dağca danışırıq, bir-birimizdən küsürük, bir-birimizə haqqında inciklik olur bizdə. Və sonra da deyirik ki, niyə bərəkət yoxdur bizim əməllərimizdə, dəvətimizdə? Özünə baxmalıdır. Özünə baxmalıdır ki, mənim elədiklərimdə niyə bərəkət olsun ki? Mən ki, Allahın istədiklərini eləmirəm. Nəfsimi Allahın istədiklərinə bağlamıram. Öz nəfsimə bağlayıram. Lakin Allah məndən nə tələb eləyir? Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Yəni iman etmiş olmaz o kəs ki, öz istədiklərini mənim istədiklərimə bağlamayınca. Sən bağlamalısan o istədiklərini. Sən bilməlisən ki, Allah və Rəsulu burada bunu istəyir. Nəfsi var gəlsə də bunu istəməlisən. Bilməlisən ki, bu sənin üçün daha xeyirlidir, daha üstündür. Vallahi Allah səni ucaldacaq. Sən eybi yox onun qabağında birinci get salam ver ona. Birinci onu qucaqla. Allah səni ucaldacaq. Allah sənə cənnətdə ev vəd edib ona görə. Allah üçün təvazökar ol. Allah üçün izzətli ol. Allah səni izzətləndirəcək. Allah səni ucaldacaq. Ucaldan Allahdır. Allah ucaldır. Necə ki, Peyğəmbərimizə nə deyirlər? Peyğəmbər salsam deyirlər ki, o muzzəmmimdir, məzəmmət olunan, məcnundur, dəlidir. Peyğəmbər nə deyirdi? Xeyr, mən deyir Muhammedəm, təriflənənəm. Mən Muhammedəm. Kifayət idi. O Muhammed də oldu.